Hoş geldiniz, sefa getirdiniz. Her vaxtınız xeyir olsun değerli ATV tamaşaçıları. 7 canlını səbirsizliklə gözləyən əziz izləyicilərimiz, Vasif və Uğur ansamblımız, dostlarımız burada. Sadiqi bilirəm, yine yadımdan çıxdı. Tez-tez dəyişirlər ona. Elnar və Orxan. Çox gözəl. Dostlarımızı salamladıq və ekran qarşısında əyləşib bizi gözləyənləri də təbii ki, amma xüsusilə tamaşaçılarımıza özəl təqdimatımız olur da. Əhval-ruhiyyənizi xoş etmək üçün, keyfinizi gözəl tutmaq üçün, gün ərzində pozitiv əhval-ruhiyyədə olmaq üçün bilirsiniz ki, bunun yeganə əlacı, çarəsi, keyfini gözəl tutub, beynini, ürəyini təmiz tutub, yalnız və yalnız ATV telekanalda 7 canlı izləməkdir. Və hal-hazırda ekran qarşısında əyləşib bizi artıq gününün bir hissəsinə daxil edən tamaşaçılarımız var ki, həqiqətən də yazırlar, paylaşırlar, bölüşürlər. Çox təşəkkür edirəm sizə və xüsusilə bugün bu təşəkkürümü də bildirmək istəyirəm ki, sosial şəbəkələrdə verişimizdə olan hər mahnını, musiqini, hər söhbəti paylaşan, bölüşən, bizə dəstək olan insanlar, bu istər hansısa bir media səhifələri olsun, hansısa sosial şəbəkədə olan səhifələr olsun və yaxud da elə adi sıravi tamaşaçılarımız olsun, hər birinizə minnətdarlığımızı bildiririk. Və bugün də huzurunuza yenə də bolluca belə keyifli bir proqramla gəlmişik. Vasif istidir? Hə, yaman istidir. Yay gələndə deyə bizim qara günümüz, bu studiya, bu işıqlar öləcəyik burada. Və ən əsası odur ki, biz keyfimizi gözəl təqdim edək ki, tamaşaçılarımıza da əhval-ruhiyyə xoş olsun. Və bugün, maşallah, elə dolu bir proqramla qarşınızdayıq ki, mən çox vaxt itirmədən qonaqlarımı dəvət etmək istəyirəm studiyamıza, anonslarımızı izlədiniz. Bugün çox faktların üstü açılacaq, illərlə bilmədiyiniz, illərlə tamaşaçılardan gizlədilən faktların üstü açılacaq. Gözəl mahnılar, musiqilər, rəqs havaları, sənət əsərləri, bəstəkar ifaları dinləyəcəyik və irəliyən dəqiqələrdə nələr baş verəcəksə təbii ki, siz də 7 canlı olsaz görəcəksiniz. Və intizarda saxlamayaq qonaqlarımızı. Sizdən təqdimat üçün bir mahnı istəyəcəm, amma təqdimatımı edim. Hal-hazırda studiyamıza Rızayevlər gələcək. Bəli, indiyə qədər heç kim onları belə təqdim etməyib. İndiyə qədər heç kim onları bağlayan əlaqənin, bağlılığın sirrini açmayıb. Bugün ilk dəfə 7 canlıda biləcəksiniz. Gövhər Rızayeva, Arzu Rızayev. Xoş gəldiniz. Axşamınız xeyir, xoş gəlmişsiniz. Xoş gününüz olsun. Həmişə üzünüz gülər olsun, şən olsun. Xalqımıza salamlayıram. Can sağlığı, bol-bol ruzi. İndi oturaq, sonra biz o barədə danışarıq. Hə, təbii ki, hələ onun irəlilən dəqiqələrdə çox araşdırmaları olacaq. Mən də iki kəlmə deyim. Buyurun, təbii. Tamaşaçılarımızı salamlayıram ilk növbədə. Gövhər xanım artıq görüşmüşük və demək istəyərdim ki, mən bilsəm fikirləşdiyimi deyirəm. Bilirəm. Ən belə əsl Azərbaycan xanımı. Çox təşəkkür. Bəli. Çox Məsələn, təşəkkür mən rəssam deyiləm, amma şəkil əgər çəksəydim obrazla, belə həmin o obraz gələcəkdi gözümə. Həmişə gümrahsa, həmişə belə gözəl. Minnətdaram sizə. Çox təşəkkür edirik. Gövhər xanım, siz əyləşin. Artıq mən ifa alaq sizdən sonra söhbət eləyək, olar? Mənlə? Hə, buyurun zəhmət. Onda ifa belə deyək də. Bizim həkimlərimizə aid eləmək istəyirəm birinci ifanı. Çox gözəl, bəli. Çünki əsl həkimlər, o necə deyim, əsl öz sənətini, peşəsini profesional həkimlərə. Beləliklə Seyid Rüstamovdan birinci mahnı, sözləri İslam Səfərli, Həkim qız. Bu günlərdə mütləq səslənməlidir bu. Eşidək. Güler yüzlü həkim qız, ey gözlərindən övşən, qapınızdan keçəndə
başım dayarmır ki bir yanına gelen ben giyinip halatı kalbimi dinleyesen giyinip halatı kalbimi dinleyesen söyle intizarını ne vaxt edek çekim kız söyle intizarını ne vaxt edek çekim kız oxuyuram sənin üçün bu nəğməni həkim qız oxuyuram sənin üçün bu nəğməni həkim qız oxuyuram sənin üçün bu nəğməni həkim qız güneş kimi temizdir saftır senin niyetin ellere ömür verir hayat verir senetin koy toxunsun sineme o şefkatli ellerin yüreğinle dinle bir yüreğimin telleri yüreğinle dinle bir yüreğimin telleri söyle intizarını ay ne vaxt edek çekim kız söyle intizarını ay ne vaxt edek çekim kız oxuyuram sənin üçün bu nəğməni həkim qız oxuyuram sənin üçün bu nəğməni həkim qız oxuyuram sənin üçün bu nəğməni həkim qız bu nəğməni həkim qız bu nəğməni həkim qız
Teşekkür edirik Arzu bəy, minnətdarıq bu gözəl ifa ilə yerinə düşdü ki, mən də bir daha xatırlatma edim. Artıq karantin şərtlərimiz biraz yüngülləşib, o sərtlik, o SMS-lə çıxmaq filan, evdə qal kampaniyamız bitdi. Amma başqa bir kampaniyayla əvəz etdik bunu, məsafə saxla. Gedəcəyiniz hər yerdə, hər bir insanla məsafə saxlayın. Bax, görürsünüz ki, artıq 2 gün öncə də dünəndən yayıldı xəbər, hətta bizim əməkdaşlarımızda belə bir hal aşkarlandı. Yəni, biz hər birimiz hər an təhlükədəyik. Düşünməyin ki, bitdi, hər şey rahatdır. Sağlamlığınızı, ailənizi, körpələrinizi, özünüzü qorumaq üçün hələ də tibbi maskalardan istifadə edin. Biz bu rejimə əməl edirik. Əlcəklərdən, çalışdığınız yerlərdə mütləq ki, baxırlardan istifadə edin. Spirtdən mütləq olaraq məsafə saxlayın ki, çox az günlərimiz qalıb ki, tamamilə bu çətinlikdən azad olaq. İnşallah ki, belə olar. Bu arada sizin mahnınız da elə gəlsin, bizim əziyyət çəkən bütün həkimlərimizə bəyli, xanımlı fərq etmir. Bizim qulluğumuzda duran, bizə nəzarət edən, sağlığımızın keşiyində duran hər kəsə. Və növbəti qonağımı dəvət edəcəm. Onu da illərdir tanıyıram. Deyərim ki, elə bir vaxtda bir belə də deyək, bir başlamışıq sənətə, işə, mən öz işimə, o ifaçılığına o vaxtdan bəri öz belə deyək də, çılğınlığını, öz mədəniyyətini, öz sənətdə göstərdiyi yolunu heç vaxt keçmədi, heç vaxt yan addım qoymadı. Doğrudan da xətrini çox istədiyim bir dostumuzdur. Dəyərli bir sənətçidir, gözəl ifaları, gözəl səsi, gözəl avazı var. Gəncə elinin oğludur, bütün Azərbaycanın oğludur. Bu yaxınlarda da çox gözəl mahnısı mənim favori listimə düşüb. Belə olmaz. O gələcək və oxuyacaq. Pərviz Abdullayev, xoş gəldin Pərviz. Sen hamımıza şərəfinlə, şöhrətinlə arxa ol bu elə. Həyat şirin, gah acı olsa da belə. Varlığın mənim üçün yaşamaq səbəbim. Sən şeirim, sən nəğməm, sən şirin təbim. Başımın tacısan, şekerim oğlum, şekerim oğlum. Sen sirli dünyamsan, hem atamsan, hem de ki oğlum. Layık ol sen babanın adına, ben bakıl sevinim. Sen benim candan aziz yüreğim oğlum, yüreğim oğlum. İstediğim mahnını vermədiniz. Ona görə də bax belə oldu. Pərviz, salamla tamaşaçıları, sən danış, düzələcək orada. Mən də salamlayıram bizi izləyən bütün tamaşaçılarımızı. Arzu müəllimlə, Gülər xanımla bir yerdə, bir arada sizinlə bərabər olmaq çox xoşdur və çox əladır. Çox təşəkkür edirik. Həqiqətən də hər zaman deyirdim ki, Pərviz qonağımız olsun, Pərviz qonağımız olsun. Bax, oldu belə göz nəzər çıxartdı. Eyb yox, bir üzərik yandırarıq keçər. Və ən əsası hal-hazırda hazırlanır, sonra Pərvizin ifasını alacağıq. Vaxt itirməyək biz. Yeri gəlmişkən deməyə bilmərəm. Bu da bir professionallıqdır ya. Çünki mənim başıma gəlib belə bir şey. O vaxtı Respublika Sarayı, indiki Heydər Əliyev adına sarayda, qala konsertdə belə bir şey oldu. O vaxtı minusovkanı deməli lentlə verirdilər. Lenti də tərs vermişdilər, yoxsa nə vermişdilər? İndi vardı orada, mən də alt çəkmirəm.
elə insanlar var ki, pərt olan da vardı. Məsələn, yəni özümü elə rahat şey, hələ bir şey elə Özünüzü də itirmədiniz, lazımdır. hə? Ona görə də halal. Sizə bir söz deyim, o sarayın vahiməsi bəsdir insana. Bəli, o Yəni düzdür. dəfələrlə orada konsert aparıcısı olmuşam və o oturuşlar, yəni elə düzülüb ki, o kreslolar, o zalın quruluşu, elə bilirsən ki, insanlar sənin üstünə Adam gəlir. başı gicəllənir. Çox vahiməlidir, oranın havası çox ağırdır. Orada yəni baş açmaq hər adamın işi deyil. Və istəyirəm ekrana baxasınız. Hal-hazırda görüntü görəcəksiniz. Arzu bəy, baxın görün, tanıyacaqsınız bu görüntüdəkini. I wish I'd have a smile when you are gone. Will color all my dreams sunlight the dawn. Look into my eyes, my love, and see all the lovely things you are to me. Görürəm siz tanıdınız. Yəqin ki, 100%. Sizə sual verəcəkdik. Evdə dava salmarıq ki. Ki? Biz onu verdik, yəni görüntünü. Bir də Yox, səs yox, düşərik. nə danışırsınız? Hə? Nailə xanımdır, Beydullayeva. Dedim də birdən xanım bağır yer Arzu. Xeyr, məndə elə problem. Yo, gördünüz xanımı belə biraz sevincək oldunuz, ona görə. Olmayıb elə bir şey, elə bir şey olmayıb. Nə gözəl, o zaman buradan sevgilərimizi Evdə də göndərək. bilirlər ki, mən həmişə gözəl xanımların, gənc, bu necə deyim, nümayəndələrin içində hər zaman biz oluruq. Ona görə mən adi yanaşırlar belə şeylər. Nailə xanımdır, onunla bizim duetimiz də var. Çox, belə deyim də, yaxşı dostdur, neçə ilim dostuyuq. Hələ Alim Qasımovla da gözəl bir duet daha da vardı, Vaqif Qarayzadənin Düzdür. bir bəstəsi. Onda- Və Amerika Birləşmiş Ştatlarında yaşayır. Həm də ki, deyim ki, professional idmançıdır. Yoga ilə həm ki, qara kəmər var deyəsən, karate üzrə. Hə, yadımdadır. Neçə ili görmürdünüz Nailə xanımı? Neçə ildir? Görmürsünüz yəni. Axırıncı dəfə olar da bir 10 il bundan qabaq, 12 il Ay bundan qabaq. maşallah, nə xeyir işə imza atdıq Çox, biz. çox ləzzət elədi. Çox ləzzət. İndi növbəti görüntüyə baxın. Görün bunu tanıyırsınız. Bu aylı gecede verip el ele Bulutlar kimi, bulutlar kimi Ulduzlarla koşarak sevdik biz. Bulutlar kimi, bulutlar kimi Birden hiçbir vaxt ayrılmarız biz Bulutlar kimi, bulutlar kimi Bilirəm, bilirəm, bilirəm Bu da 80 təxminən 7-ci ilə təsadüf eləyir. Eldar Gəncin Mansurovun uşaqlarıdır. Aha. Eldar Mansurovun gözəl bəstəsidir və bu Qızıl Payızdan əvvəlki illərə təsadüf eləyir. Həmin Nailə xanımın gəncliyidir, daha cavan vaxtıdır. Mən də orada Çox elə fərq var idi. Necə? Çox fərq var idi bu gənclik çağı ilə sonra əvvəlki görüntüdə. Yəni çox dəyişib demək istəyirəm. belə deyim ki, dəyişmək ola bilər. Daha qadın belə də olub da, yəni qadın kimi artıq yaşa dolub, daha formalaşıb, Həm də daha 32 fərq. ilin kadrları. Əlbəttə ki, gör neçə ilin Ailə qurdu burada getdi Nailə xanım Amerikaya, bilmirsiniz? Ümumiyyətlə heç əlaqəniz var, yoxsa əlaqəm vəfasız vardı dostsunuz? oradan. Dostlarım mənim çox dostlarım var. Rauf Ələkbərovdur mənim gözəl musiqiçimizdir. Onu da salamlı yollamaq istəyirəm. Əgər dinləmiş ola bilər bizə baxsın, yəni Baxmasalar da O da desəz Amerika Birləşmiş Ştatlarında YouTube'da yaşayır. baxacaqlar mütləq. Qaya Dövlət Ansamblının deməli pianoçusu idi o vaxtda. Hə, bax biz çox görüşmüşük və Rauf oradan nəyə görə onun adını çəkdim? Oradan gələndə dedi ki, mən rusca deyəcəyim də послать из Ameriki. Dedim, nичего не нужно. Hələ salamımı göndərsin mənə. Yo. Biraz Amerikan sayağı fikirləşir. Deyir, mən onsuz da sənin üçün bir şey alıb göndərməliyəm. Amma sən belə elə ki,
o şeyi sən sonra kiməsə, o əşyanı kiməsə bağışlamayasan. Mən bilim ki, o Sənə olsun, sənə özəl lazım bu. olsun. Dedim onda cinsdən, zatdan da Amerikadan gələndə təmiz amerikanski o. Hə, hansından elə biz də o vaxtı Levis deyirdik. Dedik ki, Levi's dedim. Ha, Levis. Ha, слушай, dedim mən elə Levis deyirəm. Yəni ondan göndər o hədiyyəni hədiyyə belə pasilka nə deyirlər formasında göndərmişdi. Dedi ki, onda Nailə gəlir. O da sənə onu çatdırar. Plus özünün də bir hədiyyəsi vardı. Onunla görüşdük. Və ondan sonra Özünün hədiyyəsi nə idi? Bax onu niyə? Və əsas nəyi soruşmaq istəyirəm. Niyə o zaman gələndə fikirləşmədiniz ki, elə fürsət varkən, Nailə xanım buradaykən bir də duet hazırlayaq? Maraqlı Vallahi, olmazdı mı sizcə? Yoxsa istəmədin Nailə xanım? Artıq oxumur olardı, bəlkə. amma artıq o Amerika belə deyim də abu havasına öyrəşən adamdır. Nəinki Nailə xanım, o cümlədən Firəngiz xanım, Bəli, Bəxtçi Raginbekov, filmində o Firəngiz da yəni biz Rəhimbəyev var. yazışırıq da, əlaqəmiz Çox də var. gözəl, Amma bilirsiniz, əhval-ruhiyyə bəli, yaran bir çox xanımdır gözəl. o. Amma axırıncı o yadımdadır ki, konsertdə idik biz. İndiki bilmirəm indi adı necə gedir. O vaxt teatr idi. İndi bilmirəm adı ola bilər, başqa cürədir. Hə, elə Elədirsə, elə. Orada bir bizim çəkilişimiz oldu və o çəkilişdən sonra mənim yadımdadır yola saldım onu evə qədər Firəngiz xanımı və o biri gün deməli ayaqla belə gezə-gezə nostalji hisslərdə o biri gün yola düşmüşdü. Yola düşmüşdü, keçdi, getdi Amerika Birləşmiş Ştatlarına. Hə, bugün sizə çox nostalji Günləri çox belə yaşadacağıq. doğrudan. Bəli, hələ biri də Gənclik var. çağlar yadıma düşdü.
xanım, gözəl əhval-ruhiyyə yaratdınız. Həqiqətən də cuşa gətirdiniz. Bizi əminəm ki, bizi izləyən tamaşaçılarımız da evdə rəqs etdilər, könülləri açıldı və çox gözəldir. Ümumiyyətlə bu ayları mən əminəm ki, biz hər birimiz sevirik. Çünki ölkəmiz gözəldir, vətənimiz gözəldir. Yazda daha da gözəlləşir. Bu günlər də bizə başqa bir abu-hava verir. Düzdür, biraz sıxıntılı qarşıladıq bu il yazı. Amma buna baxmayaraq belə mahnılar, belə musiqilər eşidəndə yenə Ramazan ayıdır. də könlümüz açılır. Bəli. Allah Ramazan ayında bu oruç tutanların, namaz qılanların ürəyindən keçən nə arzularsa, arzulayırlarsa, nə niyyət istəyirlərsə Allah qəbul eləsin. Amin. Bütün evlərdə əmin-amanlıq olsun. Amin. Azərbaycan xalqının həmişə üzü gülsün. Amin. Bizə pis niyabət yaraşmır. Düz. Bizə toy, nişan, gülüb danışmaq yaraşır. Həmişə arzu eləyirəm ki, evlərdə toy nişan səsi gəlsin. Amin. inşallah. Evlatların, nəvələrin, oğulların, qızların toyları olsun. Şirinlik süfrələr açsınlar. Ay, nə gözəl arzular Üzləri edirsiniz. gülsün. Dayıda musiqiçilər bilirsiniz ki, həmişə toy nişan arzu eləyir. Bəli. Allah bütün evdə olan subaylara toy nişan qismət eləsin. Həqiqətən. Hamısını arzu Bu arada elə siz bunu demişkən yadımdan çıxıb hansı müğənni qonağımız idi, amma gözəl bir söz dedi. Dedi ki, səhv etmirəmsə Samir Piriyev idi. Dedi ki, musiqiçilərdən heç vaxt pislik gəlməz. Çünki həmişə xoşluq, gözəllik, gözəl günlər arzulayırlar. Yaxşı işə gedirlər, xeyir işə gedirlər. Bu arada siz övladlardan danışdınız, gözəl dualar etdiniz. Allah sizə can sağlığı versin. Həqiqətən də sizin kimi artıq sənətdə sözünü demiş, gözəl ailə başçısı olan bir xanımın bu xeyir duası bizim hər birimiz üçün çox önəmlidir. Amma bu arada bir maraqlanım görüm ki, ülkəri niyə qoymadınız oxusun? Yox, istəmədim. Biraz qadın üçün çox çətin sənətdir bu. Bax 50 ildən Hər çoxdur adam bu sənətdəsiz. sənətdə baş çıxara bilməz. Düz, onu demək istəyirəm. 50 ildən çoxdur bu sənətin hər üzünü, keşməkeşini, Oy, oy, çətinini, hər şey yıxılmaq, görmüşəm. durmaq, nə bilim, əzilmək, hər şeyi görmüsünüz. Hər adam bu sənətdə baş Qorxdunuz çıxara bilməz. ülkər üçün. Qorxdum. Nə gözəl etiraf edirsiniz. Hə, doğrudan qorxdum. Biraz bu sənə necədir? Bu sənətdə gərək mən Allah ölənlərimizi rəhmət eləsin. Anam deyərdi ki, sənəti götürürsənsə, qulağı kar, gözü kör, dili lal elə. Onda başın salamat olar. Biz siz indi elə vaxta düşmüşük ki, demirəm pis vaxtı ya. Yaxşıdır, intihası insan bir də görsən ki, özü özündən xoflanırsan. Düz. İnsanlar çox dəyişib. Qabaqki insanlar deyil. Məsəl üçün bir adama sözü, söhbəti deyərsən, görərsən ki, ürək açılmalı da insanda da. Bir insan divarla danışmaz ki, insan insanla danışmaz. Qubar edər, sirrini rəva bölüşməsə, bilsən, danışmasa. Mən elə gəlib, məsəl üçün sözümü sənə demərəm, qeyrisinə deyərəm. Amma sən də gedib deyir, sirri vermə dostu var, dostluğunda dostu var. Ona görə bu zamanədə gərək neytraliniz onu salam. Ən Allah can gözəli. sağlıq versin. Siz yaxşısınız, mən də yaxşıyam. Qulağın sakit, başın salamat. Həqiqətən. Hamısına yaxşı odur. Həqiqətən çox gözəl vurğuladınız ki, çox vaxt deyirlər zəmanə dəyişib. Amma doğrudan da yaşlı nəsil nümayəndələri bu sözə Özü də biganə yanaşmırlar. həmişə deyir məni Allah özüm düşmənimdən özümü qoruyuram, Allah məni dostumdan saxlasın. Həmişə dost insana arxadan zərbə vurar. Təbii ki, yaxşı dost olarsa onu da etməz, amma nəzərə alsaq indi o yaxşı- dostluqların da yaxşı sayı barmaq azalıb. hesabıdır, barmaq Düzdür, hesabı. yəni o dostluqların sayı çox-çox azalıb, hər şey mənfəətlərə keçib. Hər şey Bilsiz nə gözləntilərə keçib. umurlar nəsə Bəli. adamdan. Qabaq belə deyirdi, Allah'ın olsun. Əgər məni pula görə, bir şeyə görə sayacaqsansa, mənim qızılıma görə, evimə görə mənə sayacaqsan, heç məni illər adam yerinə qoyma yenə. Mənim özümü istə. Özümü istə. Gör xanım, Özümə hörmət elə. Bax, bayaq vurğuladıq biz xüsusilə də su zəhmət olmasa arzu yox, mən... yox, su Yox, istəmirəm. hə, salfet istəyirsiniz. Hə, vurğuladınız və mən bir balaca da o mövzuya toxunmaq istəyirəm. Övladınızın həyatında çox sıxıntılar yaşandı. Siz çox böyük Mənim stres özüm başım çox keçirdiniz. bəlalı olub. Bəli, mən bildiyimə görə Çox az-çox bəlalı olub başım. çox böyük stres keçirdiniz. Oo. Yəni bir ana üçün, bir sənətdə olan Çox xanım üçün çətindir. mən sizi çox Allah gözəl heç bir başa ananı düşürəm ki, evladla imtihana çəkməsin. həqiqətən. Atanın ölməyinə, məsəl üçün, görürsən ki, torpaq insanı soyudur, ananın ölməyi, mən həmişə deyirəm. Amma Allah evladla, yoxsulluqla imtihana çəkməsin insanı. Ən bədbaxtlıq bu zamanədə, indiki zamanədə əzəldən olub, yoxsulluqdur. Allah heç kimə möhtac eləməsin. Çox verib, qudurtmasın, az da verib möhtac eləməsin.
Cızığından çıxmasın da. Adam biraz çox olanda görürsən, əli ayağı oynayır, özünü Sərkələf görmür. edir. Ay sağ ol. Doğru Bir də görürsən ki, elə əziz bir adamı deyir, bir gəl yan qabağımda görüm sənə salam verməyə dəyməz, olmasın. Eyni qaydada versin, orta səviyyədə. Nə şiş yansın, nə kebab. Allah heç bir bəndəsinin ağlına Amin, almasın. amin. Və mən sizi çox gözəl başa düşürəm ki, bir illərin məşhur sənətkarı olaraq eyni zamanda övladının acısını gizləyib, örtbasdır eləyib, onu özlüyündə çəkmək istəyən ana nə deməkdir? Çünki biz hər Yo, mən birimiz... hərdən görürsəm ki, verilişlərə baxıram, başınızı ağrıdımıram ki, Yox, qızım. estağfurullah, Bir bizə də xoş. görürsünüz Buyurun, ki, siz qız məsəl üçün qonağımız. indi qoşulub gedib ya qaçıb gedib, ana atadır da. Düzdür, ana ata eləsələr qəbul eləmir. Düzdür, Məsəl sosial üçün, ya da proqramlarımızda var. ədəli vermirsən, həyat qurub özünə, gətirmədi də bu insan ki. Sonra atanın, ananın qapısına gedir, atanı onu qəbul eləmir. Sən buna yol göstərsən, ged küçəyə. Bunu küçəyə buraxma yenə, küçədə heç nə yoxdur. Küçə adama heç nə Əksinə qahmar vermir. çıx, sahibilən. Əslində, bəs insan, evlad, bədbaxt olanda kimin üstünə gələr? Atanın, ananın üstünə gələr. Düz. Atan, anadan başqa yalandır. İstir dayı olsun, istir əmi olsun, getirmə gəl deyən çox olar. Düzdür, çox 5 gün, 2 gün sığallayar səni, 3-cü gün o da bezəcək. Amma anadır, atadır, örtbasdır edir hər şeyi. Analara ona görə deyirəm ki, uşaqlarınızdan keçməyin. Nə olar, indi hərənin bir cür taleyi var. Allah deməyib ki, hamısı xoşbaxt olsun, onda həyatın marağı olmaz. Bu necə küçədə gedirsən, görürsən, enişli yoxuşludur da, qəmbərliyə düşürsən, palçıqlığa düşürsən, bir də görürsən çalı olur. Həyat da özü də eləncədir. Həmişə rahat getmir axı, onun enib düşməyi var, onun əzilməyi var, onun yıxılıb durmağı var. Ona görə həyatda gərək insan qüruru olsun. Aciz oldun, həyat səni bastalayacaq. Aciz olmayasan gərək. Min şükür bugünkü günümüzdə mən heç kimə arzlamıram. Heç evlad dağı arzlamıram. Heç kimə. Pis şeydir. Elə bir ananın qolu qanadı, atanın qolu qanadı sınır. Təbii ki. Ha. Bəs Bir dənə insanın mən hərdən deyirəm ki, qızım mənə deyirəm ki, mənim bir dənə narançılığım məsəl üçün də qızımdan deyir. O gün mən oturmuşam evdə, bir mənə söz dedi, o mənə pis təsir elədi. Dedi, Allah eləməmiş ki, amma sən rəhmətə göçsən, səni orada soruşsalar ki, kimi görmək istəyirsən, deyən ki, ülkəri. Mən burada baş çıxarda bilmərəm. Sizsiz qala bilmərəm. Sən məni yanıma apar ora. Mənə Allah pis qorusun. təsir elədi o. Deyirəm, Allah eləməsin. Hərdən də bir sözü var, mənə deyir ki, Allah mənim ömrümdən kəsib sənə versin. Mən istəmirəm, qurba. Elə analar, atalar məsəl üçün də görürlərdi, pis yaxşı həyatımızı görmüşük. Evlatlarımızı Allah xoşbaxt. Amma görün sizə nə qədər bağlıdır, görün nə qədər sizi Çox, özünə çox, dəstək çox, görür ki, çox. sizsiz həyatdan belə qorxur. Allah Nəyin sizin ki, bir dənə ömür mənim versin. qızım, o qədər elənçə qızlar var ki, geri gələndə deyir ki, mama, nöş mənim talihim belə alındı da. Deyirəm, qızım, qurban olum sənə. Bir parça çörəyim var, damım var başımın üstündə, İraq olsun, Allah göstərmə, şikəst döyürsən, əlil döyürsən. Bəs o insanlar neynəsin ki, ya, padvanlı pamişyenədə yatırırlar, bir qarnı aç, bir qarnı tox. Bəs onların, sən Allah həmişə uzaq eləsin, özündən xəstə aşağıya övlad bax ki, saxlayırlar. aşağıya bax ki, şükür elə, özündən Bəli. yuxarıya yox. Aşağıya bax, şükür elə. Gövhər xanım, bəs bu qədər stresli həyatdan sonra, bu qədər sıxıntı çəkdiklərindən sonra indi varmı həyata o yeni baxış, ailə həyatı istəyirmi, evlilik düşünürmü? Elçisi falan varmı? Gövhər xanımı çox sevirlər, çox Biri siz tanıyırlar. necədir, qurban olum sənə, kimə verəsən indi, adamın gözü qorxu baxır. İndi təmiz qız tapmaq da çətindir, açıq danışıram, təmiz oğlan tapmaq da çətindir. Əgər mən gedib qızımı ona verəcəyəmsə, mən baxacağamsa, mənə lazımdır, o qoyutub yanımda da bir nəfəri yedizdirirəm Amma də. düşünün ki, bunun bir yaşlı vaxtı var, bir həyatın elə bir həddi gəlir ki, bir dost istəyirsən, bir həmdəm, Qurban olum Allah. bir yoldaş Allahın istəyirsən. nəzərindən qaçmaq olmur, bu bir. Təbii. İkinci də ki, o yazı var, İstəyirsən 10 dənə ev değişkinən, oradan ora köç, buradan bura köç, o yazı səninlə gedməyəcək. Yazan yazıb bunu, öz qələmidir, özü bilər. Onu poza da bilər, yaza da bilər. Budur. Amma yenə də psixoloji bir ülkər özünə Əlbəttə hazırlasa, ki, bir nigaran, atsa. mən şəxsən nigaran qalım. Həqiqətən. Buradan mən sevgilərimi, salamlarımı göndərirəm. Çox da gözəl xanımdır, həqiqətən. İncə sənətdə Maşallah. mənim kimi o qədər, məsəl üçün, sənət dostlarımız var ki, evlatları, məsəl üçün, yarımayıb. Nə inəsinlər? Yazıya budur da. Bax, elə onlarla birləşdirin. Bir özünüz öz aranızda baxın görüm eləyin də. Maşallah siz hər məclisin Qismət, ağ hər bir şey çəyi. qismətlə. Təbii ki, bu bir qismətdir, amma hər məclisin başında gözəl sözlərinizlə, xeyir duanızla olan Mən həmişə xeyir, yaxşı insanlardansınız. sözlər danışıram. Ona görə İnansınız də ki, mən evə inşallah ki, gedirəm, Allah sizin övladınızı evə sevindirsin. gedəndə bir də görürsünüz ki, mənə deyirlər ki, niyə sənə çox vaxt vermirlər ki, belə söhbətlər danışmağa? Deyirəm, onlarınki də vaxtları azdır. Hə, bax vaxtımız gedir. Bir dənə vaxt versin. Hamı danışmalıdır. Əsasən, Bir gün sən sizi belə tək söhbət- qonaq çağıracağam, oturub dərd döşərik. İnşallah, inşallah. Amma indi Pərviz belə olmaz.
Bayaqki oldu amma indi belə olmaz. Gəl eşidək səni. Niye benden ayrı düştün ki sen? Yüreğimde buz parçaları var. Sevebilmedin mi bir kere? Vurdun sevenin kalbine yara. Niye benden ayrı düştün ki sen? Yüreğimde buz parçaları var. Sevebilmedin mi bir kere? Vurdun sevenin kalbine yara. Böyle olmaz, onu da bilmirəm səni. Belə olmaz, görə bilmirəm səni. Belə olmaz, gecədə, gündüzdə xəyalımdasan sən. Belə olmaz, onu da bilmirəm səni. Belə olmaz, görə bilmirəm səni. Belə olmaz, gecədə, gündüzdə xəyalımdasan sən. Xəyalımdasan sən. Niye benden ayrı düştün ki sen? Yüreğimde buz parçaları var. Sevebilmedin mi bir kere? Vurdun sevenin kalbine yara. Yara. Böyle olmaz, onu da bilmirəm səni. Belə olmaz, görə bilmirəm səni. Belə olmaz, gecədə, gündüzdə xəyalımdasan sən. Belə olmaz, onu da bilmirəm səni. Belə olmaz, görə bilmirəm səni. Belə olmaz, gecədə, gündüzdə xəyalımdasan sən. Onu da bilmirəm səni. Görə bilmirəm səni. Belə olmaz, gecədə, gündüzdə xəyalımdasan sən. Belə olmaz. Çox sevirəm bu mahnını. Həqiqətən də çox gözəl. Bəstəsi sözləri kimi. Bəstəkarı çox sevdiyimiz və heç bir bəstəkarı özünə heç bəstəkar demir, o diş doktorudur, stomatoloqdur, mənim dostumdur. Qoşqar Mirzəyev, sözləri də, gözəl. musiqisi də ona aiddir. Bütünlükdə o Bəli, hazırdır. bütünlükdə onun Halal, bravo. bəstəsidir. Həqiqətən Mən də. buradan ona salam göndərirəm, Qoşqar Mən inanmazdım. Mirzəyev. Mən düşündüm hansısa bir məşhur bəstəkarlarımızdan biri yazıb. Həqiqətən də o bayaqları Arzu müəllimə deyirəm ki, hər şey ürəkdən olanda hər şey Bəli. gözəl Bizim olur. çox həkimlərimiz, ümumiyyətlə başqa peşədə, hətta dövlət sahəsində işləyən Bəli, insanlar ümumiyyətlə var ki, həkimlər, bayaq elə həkim qız mahnısı da
inan ki o qədər gözəl bir ab-havadadır ki, həkimlər də həqiqətən elədilər. Musiqini həqiqətən də çox sevən başqa sənətlərə baxanda həkimlər daha da Ümumiyyətlə, çox başa musiqi düşürlər elə bir musiqini. məfhumdur ki, beşikdən yaranır bizimlə. Laylayla böyüyürük, laylayla yatırıq, Həqiqətən. laylayla ovunuruq. Dili yoxdur musiqinin, bütün dünya musiqiyə heyrandır, qarşısında acizdir. Pərviz, bizim sənə bir sürprizimiz var. Aha. Heç yerdə, heç bir efirdə olmayan bir sürpriz olacaq. Mən bilirəm ki, ümumiyyətlə mən səni illərdir tanıyıram, hətta Azəristlər müsabiqəsindən, sən lap balaca arıq oğlan idin. Həqiqətən. İndi də elə dəyişməyib Pərviz, amma yenə biraz baxmadan böyüyüb. Samballaşıb, samballaşıb. Və ən əsas nəyi söyləmək istəyirəm, Pərvizin səsinə o qədər vurğun idilər ki, mənim hətta yanımda münsiflər hər dəfə Pərvizin doğrudan da gələcəkdə çox gözəl ifaçı olacağını deyirdilər dəfələrlə və çox ümid var idi ona. Amma Pərvizdən axtarırsan, haqqında elə də çox məlumat çıxmır. Saytlarda, Wikipediyada ümumiyyətlə yazılı məlumatın çox azdır. Bilmirəm müsahibə vermirsən, bilmirəm mediadan qaçırsan, bilmirəm nə, necə, nə təri. Amma əsası odur ki, biz sənin bəbəşqanı tapıb verdik bura. Baxın. Aşərə qurban. Allah saxlasın. Sağ olun. Bu Sağ olun. səssiz görüntüləri görəcəksiniz. Bu Pərvizin balasıdır. Fidan Allah xanımdır, qorusun, Fidan Fidan. Həyatı bax hər zaman belə gözəl Ay, fidanlar gözəl, kimi inşallah. büyüsün. Bütün balaları, çatsın. bütün balaları. İnşallah. Neçə yaş var fidanımızın? Allah Fidan baxtını 1 versin. yaş 6 Bir aylıqdır. yaş, 2 yaşa çatır da Ha, yəni. inşallah. İnşallah. Allah qorusun. Və bax görürsünüz heç yerdə Pərviz qızını göstərməmişdi. Bəbəşqasını biz istədik ki, Həqiqətən də. balaca da olsa, heç olmasa nə olsun bu Sağ olun, adamdan. sağ olun. Bizim söylədiyim bir faktı indi açıqlayacaq. Arzu müəllim, istəyirəm ekranlarımıza baxasınız. Mən bilirəm ki, sizin çox gözəl bir ailəniz olub. Valideynləriniz çox dövlətə bağlı, dövlətçiliyə bağlı, çox vətənpərvər insanlar olublar və işlərindən dolayı da onların heç bir yerdə haqlarında məlumat və fotoları olmayıb. İllər keçib, atamız kəşfiyyatçı olduğu üçün hətta adı belə gizli saxlanılıb. Bağlı informasiya. Bəli, bağlı informasiyalar olub, şəkli heç bir yerdə olmayıb. Mən bilirəm ki, təbii ki, bu işdə hər birimiz bilirik ki, qapalı olmalıdır. Var, məndə var 2-3 şəkili var yəni. Sizdə ola bilər də. Qara eləymiş. Amma gəlin baxaq hal-hazırda sizə təqdim edəcəyimiz şəklə. Bu gözəl qadın, həqiqətən, müharibə veteranı, çox qəhrəman ana, qəhrəman Azərbaycan qadını Arzu müəllimin anasıdır. Həqiqətən də çox çətin və çox keşməkeşli bir yol keçib. Eyni zamanda müharibədə Arzu müəllimin atası da, anası da yaralanıblar. İkisi də ayağından çox böyük zədə alıblar. Və Arzu müəllim, bu arada deyim ki, çox ananıza bənzirsiniz. Həqiqətən. Biraz həssas oldunuz nəsə ananızın... Allah cəmi dünyasını dəyişmiş anaları rəhmət eləsin. Allah O rəhmət cümlədən eləsin. mənim də anama. Və cəmi analarımızı Allah saxlasın. Sağ qalan analara can sağlığı arzu edirəm. Bəli, çox belə Kövrəldik, kövrəldik. Heç vaxt olmamışdı, bu haqda danışmamışdılar sizinlə və siz də danışmamışsınız. orada baxın aşağıda. Bəli. Bəli, bizim Ulu Heydar Əliyev Ömərimizin üstündə imzası qolu var var. orada, həqiqətən. Bəli. Bəli. Amma məncə bu böyük bir qürurdur ki, siz Ondan belə bir insanların əlavə anama o övladısınız. vaxtı, deməli, hələ o zamanlar, o vaxtda Heydar Əliyev üçün öz qolu ilə saat da hədiyyə Hədiyyəsi olunmuşdu. var Bəli, idi. qızıl saati də arxasında öz qolu belə qravür İmzası. yazı ilə. Çox gözəl. Yəni ki, Biz bunlar- reklamlardan sonra davam eləyək. Arzu müəllim, biraz siz Bəli. də özünüzə gəlin. Reklamlardan sonra mütləq bu söhbətə qayıdacağıq. Bizimlə qalın.
gözəl ifalara necə rəqs etməyəsən Gövhər xanım? Bilirəm ki, illərlə toyların çox sevilən qarmon ifaçısı, xanım ifaçısı olmuşsunuz. Həqiqətən də bir sualım olacaq sizə. Niyə indi gənc nəslin nümayəndələrindən xanım, bax belə məşhur instrumental ifaçılar yoxdur? Yox, məsələn, qarmon ifaçısı məşhur bir xanım gənclərdən yoxdur. Sizsiz, bizim çox dəyərli sənətkarımız Gülbahar xanımdır. Başqa mikrofona danışacaqdınız. Var burada mikrofonunuz? Yox. O canlı ifalar üçün olan mikrofonumuzdur. Yox, onun zəhməti olmasa. Maşallah, mikrofondan boluq. Hə, bizdə hər şey var da. Birdən Ekspron Pərviz dedi ki, oxumaq istəyirəm. Mikrofondan boluq maşallah. Yox, var, cavan qızlar var. Prosto ola bilsin, onlarda biraz tənbəlliyi ilə var. Üzdə olan bizik də, Gülbaharla mənəm. Hə, bax onu deməsə ki, niyə məşhurlaşmırlar, niyə gündəmə gəlmirlər, Nə tanıtmırlar bilim, onu özlərini? görə özlərindən soruşmaq lazımdır da. Ola bilsin, ya tənbəlliyidir, ya nədirsə bilmirəm. Ola bilərmi dəstək görmürlər? Bax, məsələn, gənc bir ifaçı ilə siz duet edərdiniz, gənc qarmon Niyə ifaçısı, eləmirəm? onda tanıdardınız, dəstək olardınız. Niyə eləmirəm ki? Doğrudan. Ha, nə olar? Qızlar, kim qarmon ifaçısı gəlsin, Gövhər xanımdan icazə aldım. Nə olar, olar. Bax, sonra yazacaqlar Mən mənə. valla Aftəndir müəllimlə də ifa eləmişəm, Gülbahar xanımın özü ilə də Onlar eləmişəm. yaşlı sənətkarlarımız, onlar artıq sözünü demiş sənətkarlarımız. Çox adamla. Bilirsiniz hansı vaxtınızı xatırladım? O qara saçlarınızda bir dənə belə ağ bu teliniz. mənim imicim idi Hə, də. o ağ çolkanız var. Ay, onu Biri deyil, sevirdim biri onu. deyil, biri deyil. Özünüz eləyirdiniz onu. Biri də Yox. yaraşır, biri də yaraşmır. Axırda hərdən lazımdır, dəyişiklik də lazımdır. Həqiqətən çox gözəl yaraşırdı. Siz Onda o saç düzümünü varlı siz qadınlara gətirmişdiniz. oxşayırsan, belə kübar Elə qadınlar. siz hər halinizlə belə varlı, qatı qadınlara oxşuyursunuz. Və onu da xüsusilə xatırladım ki, çox dəyərli sənətkarımız, böyük sənətkarımız Aftəndil müəllim bu yaxınlarda qonağımız olacaq. Artıq razılığını İnşallah, almışıq. İnşallah ki, bir gün onu da görəcəksiniz bizim verilişimizdə. Reklamlarımız bitdi. Çox təəssüflər olsun ki, vaxtımız azaldı. Onsuz da bu materiallar bizdən başqa heç kimdə yoxdur, Arzu müəllim. Yenə növbəti dəfə sizi qonaq çağıranda təqdim eləyərəm. Siz də biraz intizarda qalın. Rızayevlər sirrini də ətraflı aça bilmədim. Bu da qalsın. Amma söz verin ki, heç yerdə danışmayacaqsınız. Mütləq. Heç yerdə danışmayacaqsınız. Mən buradan təşəkkürlərim var. Tinzalə Beauty gözəllik məkanına mənim əzizlərimin yeri, rahatlandığım, gözəlləşdiyim məkan. Ayşama, vizajıma görə, saç düzümümə görə Günelmə təşəkkürlərim var bugün. Və təbriklərim olacaq. Aytəkin xanımı təbrik etmək istəyirəm. Mənim çox dəyərlim, çox əzizim, bacılığım deyirəm ona. Şamaxıda yaşayan Aytəkin xanım. Bugün onun doğum günüdür. 3 qız evladı var. Onların toyunu, xeyrini, bəhərini görəsən Aykam, öpürəm səni. Harada olmuşamsa çatdırıb özünü dünyanın harasına getsəm mənim yanımda olub və çox dəyərli rəfiqəmdir, təbrik eləyirəm. Eyni zamanda bir təbrikim də bacım oğluna olacaq, mənim Niyazim. Canım, xalanın Obaması deyirəm ona. O qədər belə qara şirindir, eyni Obamadır. Allah hamının balasını sağlasın, mənim oğul balamı da həqiqətən hazırlaşır bu il universitetə qəbul olmaq üçün bu çətinliklərlə bağlı çox stressdədir. Xala sənə qurban, inşallah hər şey yaxşı olacaq, öpürəm səni, doğum günün mübarək. Və sonda biz Arzu müəllimi dinləyəcəyik. Arzu müəllim, bilirəm ki, sizin də demək istədikləriniz çox idi, bizim də eşitmək istədiklərimiz çox idi, amma çox təəssüflər olsun ki, vaxtımız azalır. Heç vaxtımız yoxdur. Ya, ifa olacaq ancaq. İfa? Hə, mən bir daha musiqiçilərimizə təşəkkür edim. Vasif, Uğur Ansambli və bugün bizim səs rejissorumuza da təşəkkür edim. Həmişə yadımdan çıxır, özü də orucda iftara açır orada Əbdürrəhim. Çox sağ ol əzim, əziyyətimizi çəkirsən orada. Mən də sizə təşəkkürümü bildirirəm, şəxsən öz adımdan və mənim həmkarlarım adından. Çox sağ ol, buyurun. Bu mehriban əziz şəhər, dardalanlar əyri döngələr, qayğılı gecə nigaran səhər, yada salır görrələr. Bəsanın uşaqlı dostlarım, hani şirin əzablı günlər, doğma məhəllə tanış köçər,
sizi unudum necə. Xatirə dolu gür şəhərim, işıqlı gözəl nur şəhərim. Qayıtmaq üçün o çağlara ömrümü verərdim. Hər evdə ruzi bərəkət, cavana öyüd, qocaya hörmət, saf məhəbbət, sədaqət, ülfət, geri dönsün nəhayət. Bəsalı uşaqlıq dostlarım, anı şirin əzablı günlər, doğma məhəllə, tanış küçər, sizi unudum necə. Xatirə dolu gür şəhərim, işıqlı gözəl nur şəhərim. Qayıtmaq üçün o çağlara ömrümü verərdim. Xatirə dolu gür şəhərim, işıqlı gözəl nur şəhərim. Qayıtmaq üçün o çağlara ömrümü verərdim. Qayıtmaq üçün o çağlara ömrümü verərdim. Ömrümü verərdim. Ömrümü verərdim.